Demə dəhrə bi vəfadır, bu fikir xətadır məncə. Demə dəhrə bi vəfadır, bu fikir xətadır məncə. Ona bi vəfa deyən kəs özü bi vəfadır məncə. Yaradanın əmri ilə dolanır mədarı çərxün, şüəranın etirazı fələyə cəfadır məncə. Gecəsi ay ilə nurlu, gündüzü günəşlə rövşən, gözü görməyənlər üçün bu cahan qaradır məncə. Çağıra hər ayə bir kəs səni zülmüdən cavab et. Çağıra hər ayə bir kəs səni zülmüdən cavab et. O səda sədai paki Şəh Kərbəladır məncə. Əli Mürtəzaya xatir sına bir könül, könül yox, ora Kəbə-i Səfadır, hərəmi Xudadır məncə. Bu qələm, bu sən, bu dəftər, bu mürəkkəbə-i fənai, sən özün yazan rəvayət qədər-ü qəzadır məncə. Sən özün yazan rəvayət qədər-ü qəzadır məncə. Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyirli, bərəkətli olsun, əziz, dəyərli tamaşaçılarımız. Qum Danələri verilişindən sizi salamlayırıq. Şükürlər olsun ki, bu ilin mübarək Ramazan ayı da bizə nəsib oldu və biz yenidən sizin evinizin qonağı olacaq inşallah. Həqiqəti söyləsək, biz sizin üçün çox darıxmışdıq və sosial şəbəkələrdə dostların da təəssüratını, yazılarını görürdük və şükürlər olsun ki, bir daha sizi ilə görüşdük və həmişəki kimi verilişimizin qonağı əziz ustad Hacı Fariz Xammədlidir. Hacı, xoş gördük bir daha. Çox sağ olun. Mən də salamlayıram sizi. Sizin simavızda bütün izləyicilərimizi yenə bizə bu şərəf nəsib oldu. Mübarək Ramazan ayında sizlə bərabər Allah dostlarının xidmətində duraq inşallah. Allah sizdən razı olsun. Cümləmizdən inşallah. Hacı, bugün mübarək Ramazan ayının ilk günüdür və istəyirik Ramazan ayı barəsində ilk tövsiyəvizdə verilişi başlayaq. Buyurun. Çox sağ olun. Allah sizdən razı olsun. Sevgili Peyğəmbərimizin ən gözəl dualarından biri bu idi ki, həmişə dua edərdi. Allahümmə bəlliğna Ramazan. İlahi bizi mübarək Ramazan ayına çatdır. Elhamdülillah, həmd olsun aləmlərin Rəbbinə biz mübarək Ramazan ayını dərk elədik bu ildə. Bu bizim üçün həqiqətən çox önəmli məsələdir. Xüsusilə hətta keçən ilki verilişlərdə mən işarə eləmişdim. Bir il mübarək Ramazan ayının fürsəti bir dəfə əlimdən çıxmışdı deyə hər il o Ramazan fürsətini səbirsizliklə gözləyirəm. Özümə aiddir. Təbii ki, bizi izləyən dostlarımız da mübarək ayı səbirsizliklə gözləyirlər. Mən ilk olaraq bu ayda bizim əməllərimizin keyfiyyətli olması üçün bir xüsusi vurğu istəyirəm, əziz dostlarımızla bölüşüm. Bu çox önəmli məsələdir. Bizdə bir iftar duası var və iftar duasında keçir ki, Allahümmə ləkə sumtu və əla rizqikə əftartu. Əleykə təvəkkəltu. O bir ikinci misrasında, cümləsindəki və əla rizqikə əftartu deyilir. O rizq Allahın tərəfindən bizə verilmiş halal yeməklərə deyilir, taamlara deyilir. Bəzən görsən insanlar buna diqqət eləmirlər, halala, harama diqqət eləmirlər. Amma Allah bizə başa salır məsumların dili ilə. O ki, siz deyirsiniz, ilahi əla rizqikə əftartu, sənin ruzinlə və rizqinlə mən iftar eləyirəm. Çalışın süfrəvizdə olan yeməklər halal yeməklər olsun. Haramdan ələ gələn qidalarla iftar eləməyin. Çalışın bundan uzaq olun. Bizim məsumlardan da hədislərdə keçir, xüsusi vurğulanır, halal yeməklərə çalışın, halalla qidalanın və haramdan uzaq olun. Hətta halal qida, halal taam iftarda halaldan qidalanmaq o qədər xüsusi vurğulanır, deyilir ki, orucun kamilləşməsinin ən önəmli səbəbi halal yeməkdir. İftarı halalla eləməkdir. Bir dənə bizim böyük müctəhidlərdən biri var, Həzrət Ayətullah Nəcəfi İsfahani. Bu Nəcəfdə uzun müddət, təqribən 100 il bundan qabaq Nəcəfdə yaşayıb, bu öz tələbəlik dönəmindən danışır. Deyir, mən tələbə olanda Nəcəfdə bir nəfər adam var idi, hamısı onu tanıyırdılar, cibgir idi, məşhur oğru idi, cibgir idi.
Amma bir xüsusiyyəti var idi, məşhur idi. Məndən qabaq tələb olanlar da onu görmüşdülər. Deyirdilər, bu Ramazan ayında bütün günah işlərdən uzaqlaşır. Ramazanın ehtiramını qoruyur və Ramazanda çalışır haramdan uzaq olsun və oruç tutur. Deməli, bu Ramazandan qabaq qazandığı haram pullardan iftarda istifadə eləmir. Bir adəti var imiş, deyir, gəlirdi, biz tələbə idik, bizə deyirdi ki, mənə məsələn bizim pulla 1 manat, 2 manat, 5 manat, 10 manat, indi müəyyən iftar hazırlaya biləcək qədər də məbləğ verin, mən istəyirəm halaldan iftar eləyəm. Biz də tələbələr deyir, yığışardılar, buna pul verərdilər, ya iftar verərdilər. Bir dəfə deyir, bizim dostlardan biri dedi ki, bəlkə bu bizi alladır, bunun özünün pulu var da, bu gəlir bizdən yenə pul alır, bəlkə bizi alladır, bəlkə biz buna pul verməyək. Bu bizə deyir, halal, haram bilirəm filan, harama görə mən öz pulumdan iftar eləmirəm. Deyir, bu gəldi, biz bir dəfə buna pul vermədik. İftara bir 2-3 saat qalmışdı, buna dedik, bizdə nə yemək yoxdur, nə də pul yoxdur, özün get başının çarəsinə bax. Belə elədik, əmdi bilərəkdən elədik. Sonra deyir, iftardan 4-5 saat keçmişdi, mən dostlara dedim ki, biz onu bir axtarmalıyıq. Getdik, deyir, gördük, o qaldığı yerdə oturub tək və heç bir yemək də yoxdur. Heç nə də yoxdur. Deyir, buna dedik ki, sən iftar eləmirsən, dedi, yox. 5-6 saat iftardan keçib, deyir, gecə yarısıdır. Dedi, yox, iftar eləməmişəm. Deyir, dedi, sənin pulun var, çıxartdı, göstərdi, bəli, mənim pulum var. Amma mən bu pulu haramdan ələ gətirmişəm. Mən Ramazanda, bundan sonra Ramazan bitənə qədər də mən heç nə tapmasam, mən bu pullarla iftar eləməyəcəm. Halal yemək tapmasam. Deyir, biz buna yemək hazırladıq filan. Sonra Ayətullah Nəcəfi deyir ki, bu mənim diqqətimi çox çəkmişdi. Ona görə başladım bunun həyatı ilə maraqlanmağa. Və başa düşdüm, əmin oldum ki, bir gün Allah onun əlini tutdu. Aqibəti xeyirli oldu. Bir gün o bütün günahlardan uzaqlaşdı. Yəni, olar ki, Ramazan ayında xüsusilə, belə adamlar mən də tanıyıram. Görsən, məsələn, bizim öz şəhərimizdə də, başqa məntəqələrdə də mən bilirəm adamlar var, günahkardılar, amma Ramazanda günahdan uzaqlaşırlar. Hörmətini saxlayır. Hətta məsələn, indi bizim məclisdən, verilişimizdən uzaq, görsən, bəzi adamlar içki içəndilər. Amma Ramazan ayında görsən, uzaqlaşırlar ondan. Əminliklə bu sözü deyirəm, hədislərə söykənərək. Onlar ki, bu məsələlərə riayət edirlər, mütləq şəkildə Allah bir gün onların əlini tutacaq. Və mütləq şəkildə Allah günahları onlardan uzaqlaşdıracaq. Bir ədəb sayılır. Mütləq surətdə. Ədəbi qorumağa görə də bu Allah ayıdır axı. Duitun fihi ila ziyafətillah. Allah qonaqlığına dəvət olunmusunuz. Və mütləq surətdə Allah qonaqlığına gələn adamın Allah əlini tutacaq. Allah bu ayda bir xüsusiyyətlər qərar verib. O qədər önəmli məsələdir bu xüsusiyyətlər. Məsələn, sevgili Peyğəmbərimiz buyurur, bir neçə xüsusiyyət Allah mənim ümmətim üçün Ramazanda qərar verib. Məndən qabaqki ümmətlərdə o yox idi. Onlardan biri budur ki, Allah bu ayda bir qrup mələk yaradıb. O mələklər bizim üçün istiğfar eləyirlər. Bizim bağışlanmağımızı istəyirlər. Allah bu ayda bir xüsusiyyətlər yaradıb. Bizə deyir ki, sən yatırsan, mələk sənə istiğfar eləyir. Ona görə sən bu ayın qədrini bilməlisən. Bu ilahi nemətdir. Ayətullah Nəcəfi ona görə deyir, gördüm onun aqibəti xeyirlə qutardı. Xüsusi bu ayda vurğulanır, halal yeməyə diqqət edin. Haramdan uzaqlaşın, bu aya daxil olmuşuq. Onlarla ki, qəlblərin qırmışıq, onları ki, incitmişik. Xüsusiyyətlərindən biri də budur ki, silə-i rəhmə bu ayda üstünlük verin. Nə qədər silə-i rəhmə insan öz yaxınlarına, onlara baş çəkmək, xüsusilə məhrum olan yaxınlar. Yaxın var, maddi vəziyyəti yaxşıdır, rifahı yaxşıdır. Zaten sən bu ayda da, başqa aylarda da gedib ona baş çəkirsən. Amma bizdən istənilir ki, bu ayda olar ki, tərk olunub. Qohum-əqrabanın içində bəziləri var, maddi durumları da yaxşı deyil, inciliklər var arada, səndən uzaqlaşıblar, sən onlardan uzaqlaşmısan. Çalış bu ayda onlarla bir maraqlan, onlarla bir bölüş, onların bir sorağına get, onlara tərəf get. Allah aqibətimizi xeyirli eləyər əgər bu işləri eləsin. Çalışmaq lazımdır, bax, görmüşük. Məsələn, mən bəzi adamlar tanıyıram, deyirlər, görmüşəm, xüsusi adamlar eşitmişəm, filan kəs içki içəndi, amma Ramazan ayında içmir. Düzdür, içki heç bir ayda olmaz. Günah heç bir ayda olmaz. Amma o ki, bu ayın ehtiramını saxlayır,
uzaqlaşır, əminliklə mütləq surətdə deyirəm, Allah Allah onun əlindən əlini tutacaq. tutacaq, mütləq surətdə. Mümkün deyil o Allahın ehtiramın, düzdür, ehtiram budur ki, bütün aylarda saxlayasan, günahdan uzaq olasan. Amma biz insanıq da, caizül xətayıq, biz günah eləyənik. Xəta bizdə olur, baş verir. Bəzi yerlərdə bilirik Allahın qırmızı xəttidir. Ədəbi qoruyub ondan uzaqlaşırıq. Allah da orada bizim əlimizdən Hacı tutacaq. Rəcəbəli Xəyyatın bir sözü yadıma düşdü, elə söz bizə qüvvət olaraq. Rəcəbəli Xəyyat buyurur ki, halal tikədə, halal ruzuda o qədər qüvvət var ki, haramzadəni halalzadə eləyər. Əhsən. İndi təsəvvür edin bu halalı insan mübarək Ramazan ayında bu halalla qidalanır. Görün nə qədər Mütləq əsəri surətdə təsiri və olur. xüsusi bu vurğulanmalıdır. Ona görə məsum hədisdə buyurur ki, orucu tamamlayan və kamilləşdirən məsələlərdən biri halal Halal qidadır. Çalışın süfrənizin başında halal qida olsun. Halal qida sizin orucunuzu kamilləşdirəcək. Hacı bu sualın içindən də bir sual istəyirəm verəm. Siz Bəli. elə sözünüzə qüvvət olaraq Allah buyurur ki, və mimma rəzəqnahum yunfiqun. Təqvalıların Bəli. sifətlərini Bəqərə surəsində Allah buyurur və deyir biz verdiyimiz ruzidən ehsan eləyən. Xüsusi vurğulayır ki, onu biz veririk də. Yəni biləsiz hər nə Və bizdən. iftar duasında da necə buyurur? Buyurur ki, Ləkə sumtu və əla rizqikə əftərtu. Acı niyə bunu önəm verilir daha çox ayələrdə, Çünki hədislərdə? Allahın vermədiyi haramdan qazandığımız məsələlər rizq sayılmır. Bəli. Onları çünki biz başqasının malıdır, orada heç malikiyyət olmur. Yəni bir yerdə ki haram var, kiminsə malın zorla əlindən almışıq. O Allah verən ruzi hesab deyil. olunmur. Və əgər zorla almışıq, ya haramdan ələ gətirmişik, ya aldatmışıq, ələ gətirmişik, Allah uzaq eləsin. Bəli. Bu məsələlər Allah verən ruzi deyil. Çünki Allah haramdan verməz ki, Allah halaldan verir. Hətta bizdə o duada keçir ki, deyir ilahi bizə halaldan o qədər ver ki, biz harama meyl eləməyək. O qədər halaldan ver. Bizə savabdan şirinliyin, ibadətin o qədər dadızdır ki, biz günahın şirinliyin başa düşməyək. Günaha tərəf meyl eləməyək. Və bizi özünə o qədər yönəlt ki, səndən başqasından ehtiyatsız olaq. Bunlar önəmli məsələlərdir. Və bu Ramazan ayında da vurğulanır xüsusi, çox gözəl işarə elədiniz. Xüsusi vurğulanır insanlara yardım eləmək, paylaşmaq. Təsəvvür edin İmam Səccad əleyhissalamdan bir mötəbər hədisdir. Özdə hədis müasir kitablardan deyil. Bəli. Mərhum Şeyx Səduqun İbn Babaveyhin əsərində Mən la yəhzurul fəqih əsərindədir. Xüsusi vurğulanır. Deyir ki, İmam Səccad əleyhissalam mübarək Ramazan ayında özü qoyun alardı. Məsələn, bir yerdə qoyun satırlar, gedərdi özü alardı. Gətirərdi, onu özü kəsərdi qoyunu. Onu özü doğrayardı. Onu özü qazana boşaldardı. Onu özü bişirərdi. Oruc ağza olduğuna görə dada bilməzdi. Bəzən gələrdi onun qoxusundan iyləyərdi, koklayardı. Onun qoxusunu alardı və ondan zövq alardı. Və onu gətirərdi, süfrədə düzərdi, iftara insanları çağırardı, özü ondan qidalanmazdı. Görür, and olsun Allaha, gör kimdir məsələn. Kərim Əhlibeyt. Kərim Əhlibeyt. Deyir, özü ondan qidalanmazdı, özü xurma ilə iftar eləyərdi, qonaqlarına ondan verərdi. Və ona deyərdilər ki, ağa sən bu ehsanda tam özü iştirak edir. Tam özü, hər nəyi özü eləyərdi, amma özü qidalanmazdı. Deyərdilər, niyə belə eləyirsən, ağa? Deyərdi ki, çünki mən eşitmişəm İmam Əli belə eləyərdi. Babam İmam Əli belə eləyərdi. Özü qidalanmazdı, insanları qidalandırardı, özü xurmadan iftar eləyərdi və sonra onlara moizə eləyərdi. Gör moizənin təsirini için. Yəni onları yığardı, əli ilə onlara xidmət eləyərdi, yemək verərdi. Onlar qidalanardılar, sonra Həzrət onlara moizə eləyərdi. Burada xüsusi vurğulanan budur ki, Ramazan ayında orucu kamilləşdirən məsələlərdən biri də insanın xidmət eləməsidir. İnsanın iftar əhlinə, oruc əhlinə iftar verməsi və bu iftarlarda xüsusi özünün xidmət eləməsi. Bu çox önəmli məsələdir. Bəzi adamlar var, iftara insan çağırırlar, sən bilmirsən heç kimin iftarına gəlmisən. Sən xidmət eləməlisən orada. Bəli. Sənin 100 nəfərə, 10 nəfərə, 500 nəfərə, 1000 nəfərə iftar verməyin bu demək deyil, sən əməllərini qəbul elətdirdin. Əməli qəbul elətdirmək önəmli şərtdir. İmam Səccad əleyhissalam özü xüsusi ona görə orada xidmətdə dayanırdı. Əməlin qəbul elətdirsin. Bu məsumlarda xüsusi var idi. Məsələn, baxın, xanım Zeynəb salamullah əleyha Kərbəla hadisəsində çox bu fəna mülküdə heç kim bu qədər qəm çəkə bilməz.
Zeynəbin çəkdiyi bu qüssəni aləm çəkə bilməz. 6 qardaşı əlindən gedə bir gündə bacı, bu elə dərddir ki, heç bir bəni adam çəkə bilməz. Bu boyda faciənin içində gəlir, dayanır cənazələrin başının üstündə nə deyir? Deyir, Allahümmə təqəbbəl minna hazəl qurban. İlahi, bu qurbanı bizdən qəbul elə. Yəni, əməli eləmək şərt deyil, əməli qəbul elətdirmək şərtdir. Bunu vurğuluyur xüsusi xanım Zeynəb. Bunu İmam Səccad əleyhissalam qəbul göstərir. olmağına görə nigaran olmalı. Nigaran olmalısan. Oruç tutmaq da önəmli məsələdir. Amma onu qəbul elətdirmək önəmli məsələdir. İftar vermək önəmli məsələdir. Ondan daha önəmli olan onu qəbul elətdirməyə çalışmaqdır. Onun arxasında dayanıb onu qəbul elətdirməlisən. Ona görə İmam Səccad əleyhissalam özü xidmət eləyirdi. Deyir, atası xutbə oxuyacaq insanlara. Xutbədən qabaq onlara iftar verir və özü öz əli ilə iftarlarında xidmət eləyir. Ondan sonra onlara xutbə eləyir. Bu xüsusi bizə vurğulanır ki, əgər istəyirsiniz əməllərinizdə bir kamillik yaradasınız, özünüz əməllərin içində iştirak eləyin, əməllərin arxasında dayanın, bəndələrin xidmətində olun. Bunlar çox önəmli məsələlərdir. Allah razı olsun hacı. Allah elimizə bərəkət versin. Allah razı olsun. Hacı, bir sual da var, onu istəyirəm verim sizə. Mübarək Ramazan ayında olunan səfər barəsindədir. Hacı, biz bilirik ki, yəni fiqhimizdə mübarək Ramazan ayında səfər eləməyin heç bir eybi iradı yoxdur. Bəli. Yəni haram səfərdən başqa belə deyək. İstər vacibi səfər olsun, istər qeyri-vacibi səfər olsun. Amma bu mübarək Ramazan ayında bəzi möminlər səfər eləyir. İndi hər səbəbdən, məsələn, biri heç oruç tutmaq istəmir. Səfər eləyir ki, oruç tutmasın. Yəni buna necə yanaşır şəriət hacı? Dini mənbələr. Çox gözəl məsələdir bu. Həqiqətən çox önəmli məsələdir. Allah sizdən razı olsun. Deməli, təsəvvür edin hacı. Fiqhi cəhətini dediniz. Fiqhi cəhətdən Ramazan ayında səfərə çıxmağın eybi yoxdur. Və sən səfərdə olduğun müddətdə oruç tutmaq haramdır. Yəni qəbul deyil. Səfərdə oruç tutmaq olmaz. Musafir oruç tuta bilməz. Məgər ki, getdiyi yerdə 10 gün qalsın, səfər hökmündən çıxır da orada. Deməli, və adam bilir mən oruç tutmayacam, səfərə çıxır. Fiqhi cəhətdən heç bir iradı yoxdur, işqalı yoxdur və haram da deyil. Sadəcə burada bir önəmli məsələ var. Biz burada fiqhi tərəfi qoyuruq qırağa, bir əxlaqi tərəfdən yanaşırıq məsələyə. Zaten bayaqki mövzularda da biz əxlaqi tərəfdən və mənəvi tərəfdən məsələyə yaxınlaşmaq istəyirik. Burada da elə. Deməli, təsəvvür edin, İmam Sadiq əleyhissalamdan da hədis. Deyir, Həzrət oturub bir nəfər dostlarından biri gəlir ağanın yanına. Deyir, ağa, Ramazan ayıdır. Deyir, ağa, mən səfərə çıxmaq istəyirəm. Həzrət cavab vermir. Bir də təkrarlayır. Yenə Həzrət cavab vermir. Bir də təkrarlayır. 3-cü dəfə Həzrət buna cavab verir. Deyir ki, səfərə çıxa bilərsən Ramazan ayında. Eybi yoxdur fiqhi cəhətdən. Amma yaxşı olar ki, səfərə çıxmayasan. 3 dənə suala sükutdan sonra, sakit dayandıqdan sonra bu cavab verir. Ramazan ayında yaxşı olar ki, səfər etməyəsən. Məgər inki bir önəmli hacət dalıcı olasan. Məsələn, bir nəfər var, övladın xəstədir, özün xəstəsən, başqa bir şəhərə həkimə getməlisən və yaxud bir mal, mülk qorxusu var səndə. Yəni ticari məsələ var. Getməsin ticarətində bir lətmə yaranacaq. Getməsin ticarətində bir nöqsan yaranacaq. Mal ziyanı zəruri məsələdir. Sənə mal ziyanı dəyəcək. Onda gedə bilərsən. Əgər bir önəmli məsələ yoxdursa, orada səfər etməməlisən. Çünki biz keçən Ramazanda da bu məsələ belə tam işarə eləməmişdik. Orada bir hədis yadımda olan demişdik ki, burada idamətus siyam məsələsi var. Davamlı oruç tutmaq. Cənnətdə bir yer var. Orada davamlı oruç tutan, oruç günləri arasında fasilə verməyənlər üçün o yer. Yəni ora o adamlar daxil olacaqlar ki, onların 30 günü, 29 günü nə qədər olsa Ramazan ayı o müddət ərzində bir gün də fasilə verməyiblər. Çalışıblar ki, fasilə verməsinlər. Gözəl olar ki, insan Ramazandan qabaq işlərini elə tənzimləsin ki, Ramazanda səfərə çıxmasın. Yaxud səfərə qaydası ilə çıxsın, zöhrdən sonra çıxsın və sabah zöhr namazına qədər qayıtsın, gəlsin yaşadığı məntəqədə qəsd iqamə eləsin. Hacı, mən bunu bir də belə başa düşürəm, əxlaqi tərəfdən, ədəb tərəfindən. Biz Allahın ziyafətinə dəvət olunmuşuq. Yəni Allah tərəfindən biz onun qonaqlığına dəvət olunmuşuq, bütün bəşəriyyət. Yəni bu çağırışı Allah tərəfindən, bu qonaqlıq çağırışını
gərək qəbul edəsən. Mütləq Və surətdə. sənin səfərə çıxmağın elə bil ki, Allahın Qonaqlığında iştirak iştirak etməmək. etmə. Bu zəruri olan yerdə olar. Bəli. Allah zaten zəruri olan yerdə Yəni özü onu sənin üçün kənara qoyduq. Bəli. orada qoyduq və orada da səfərdə də Allah sənin üçün bir şeylər yaradıb. Önəmli məsələ nədir? Məsələn, biri Əli ibn Əbi Talib əleyhissalam deyir, ağa mən səfərdə oruç tuta bilərəm. Deyir, yox. Deyir, axı mən tuta bilərəm, rahatam tutmaq istəyirəm. Həzrət buyurur ki, səfərdə oruç tutmamaq Allahın sənə hədiyyəsidir. Sən səfərdə oruç tutsun, Allahın hədiyyəsinə əl çevirirsən. Allahın hədiyyəsindən üz döndərirsən. O bəyan edilmiş. Deməli Allah buradakı bizi süfrəsinə dəvət eləyib. Bizim zəruri səfərimiz olanda biz orada da Allah qonağıyıq. Orada oruç tutmamaqla Allah qonağıyıq. Allahın əmri. Hər ikisi də Allahın əmridir. Allahın əmridir. Bəli. Orada onu tutmamaqla Allah əmri yerinə yetiririk. Bizdən istənilən budur ki, çalışın Allah qonaqlığında olun. Olur. Zəruri olsa yenə də orada gedəcəyik, orada Allahın əmrini yerinə Çox gözəl, yetirməkdir. Hacı, çox gözəl. Hacı, təşəkkür edirik bu gözəl məlumatlara görə. Allah Allah evimizə razı olsun. bərəkət versin. Hacı, bir sual da var. Doğrudan bu dostların demək olar əksəriyyətini maraqlandırır bu sual. İftar süfrəsindən, iftar süfrələrində yaranan problemlər barəsindədir bu sual. Biz də özümüz də olmuşuq iftar süfrələrində. Orada bəziləri, yəni iki tirəlik yaranır. Bəziləri deyir iftar edək sonra namaz qılaq, bəziləri deyir namaz qılaq sonra iftar eləyək. Bəli. Hacı, bu barədə bir məlumat Bu ver. önəmli ən məsələlər. Hansı önəmlidir? Həqiqətən çox belə deyək də o insan başına gələn məsələdir bu. Bəzən görsən gedirsən, deyirlər ki, ha bəziləri namaz qılır, bəziləri oturub iftar eləyir. Hamı da danışır, hamısı da özünə haqq qazandırır. Bizim mənbələrdə bir hədis keçir bu barədə. Deyirlər əs-sünnətu bi təcilil iftar və təxirus suhur. Deyir ki, iftara tələsmək lazımdır, iftarı önə çəkmək lazımdır. Suhuru gecikdirmək lazımdır. Səhər. Səhər yeməyin o başlanı gecikdirmək lazımdır. Yəni imsakı gecikdirirsən və bə'dəs-səlah, amma namazdan sonra. Nə mənada? Yəni deyir ki, iftarı yubadmaq olmaz. Yaxşı olar ki, birinci namazı qılasan, sonra iftar eləyəsən. İftarı yubadma. Tezdəşdir, amma bə'dəs-səlah. Əvvəl namaz qıl, sonra iftar elə. Sonra o tərəfdən deyir ki, imsakı gecikdir. Nə mənada? Bəzi adamlar deyir, saat 11-də elə yeyirəm, yatıram da mən durmuram o başdana, səhura durmuram. Deyir, yox, səhur nə qədər geciksə, sübh namazına yaxın olsa, əzan verilməmiş, o qədər daha fəzilətlidir. Niyə? Çünki adam gün ərzində ac qalır da, bu insan orqanizmini nəzərdə tutur orada. Deməli, bizim ümumi qaydamız iftarı birinci eləyək, yoxsa namazı birinci qılaq. Burada ümumi qayda budur ki, birinci namazı qılırıq, sonra iftar eləyirik. Bu oldu ümumi qayda. Evimizdəyik, məsələn, belə eləyirik. Bəzən görürsən, adam belə olur, səni dəvət ediblər bir yerə, insanlar oturublar, bir nəfər gedib namaz qılmağa. Da təbiidir, sən fikirləşməlisən ki, ağa, burada cəmaat gəliblər, oturublar, səni gözləyirlər. Yaxud ev sahibi sənin süfrə sərib. Bəli. Namaz qılmağa da şəraiti yoxdur evində, bir dənə otaq düzəldib. Yaşlı insanları da nəzərə almaq lazımdır. Bəzi elə namazın özündə də hacı. Ümumiyyətlə belə. Yəni deməli bizim ümumi qayda budur ki, əgər süfrə sərilibsə, insanlar oturublar süfrə arxasına, sən demə gözləyim mən bir dənə namazımı qılım, birin gəlirəm filan. Sən də otur onlarla bir yerdə. İnsan özü bu məsələləri təyin eləyə bilir. Yaxud məsələn var bəzi yerlərdə iftarı eləyirlər, sonra cəmaatla namaz qılırlar. Sən bu namazı burada gecikdirməklə cəmaat namazının savabından bunu üstünü örtürsən zaten. Yəni əvəz edirsən, əvəzini çıxırsan. Çalışmaq lazımdır o yerlərdə riayət eləyəsən bu məsələni. Da mən gedim namaz qılım, gəlim məni gözləsinlər. Deməli ümumi yəni mövqeyi qoruyub saxlamalısan. Bəli, ümumi məsələ belədir ki, sünnət, yəni qanun, ilahi qanun bu vacib deyil. Sadəcə yayğın qanun budur ki, insan yaxşı olar ki, özün təksən, evindəsən, namazını qıl, tez, iftarı da gecikdirmə, iftarı belə ondan sonra səhər yeməyin, yəni imsakı o başdanı sübh namazına yaxın o başdana qalx, sübh namazına yaxın vaxtlarda elə, yəni tez eləyim, yatım, sonra namaza duraram, elə yox. Çalışmaq lazımdır eləyəsə. Amma birdən indi biri dura bilmədi imsaka, həmən gün oruç tuta bilər. Yəni onun orucu batil deyil, imsak eləməsə də olar. Səhur yeməyi yeməsə də olar. Amma qonaqlıqlarda əgər süfrə açılıbsa, hazırdırsa, çalışıb o süfrə əhlin riayət eləmək lazımdır. Elə cəmi nəzərə almaq lazımdır. Ona görə dedim, namazda da məsələn cəmaat namazında
gərək biraz imam cəmaət tez qılsın namazı. Mütləq surətdə. Yəni bu özü bir Mütləq müstəhəbbi surətdə insanlar əməllərdən ümumiyyətlə biridir. İslam dininin ictimai qanunları Bəli. daha çoxdur və cəmiyyətə İslam dini daha çox önəm verir. İnsan mədəni yümbit təbidir. Biz cəmiyyətlə yaşayırıq. Biz cəmiyyətdən ayrı yaşaya bilmərik. Biz eləyə bilmərik deyək ki, mən təkəm. Mən belə istəyirəm. Mən belə istəməyim. Təbiidir biz bu qanunlar ki burada deyirik, bu qanunlar əxlaqi və mənəvi qanunlardır. Fiqhi qanunlarda tam başqa məsələlər var. Hətta biz o səfər barəsində, iftar barəsində dediyimiz məsələlər bunlar mənəvi qanunlardır ki, bunlar bizim orucumuzun kamil olmasına, daha yüksək formada Allah tərəfindən qəbul olmasına xidmət edən Təşəkkür amillərdir. edirik Hacı, var olun. Siz Bu sağ olun. sualları özüm ayırdım. Çünki bu çoxsuna maraqlıdır. Düzdür, Yəni, Allah Hacı, sizdən elə razı olsun. Ramazan ayının ilk günü bunu cavablandırdınız. Hacı, Allah razı olsun. Cümləmizdən Təşəkkür inşallah. edirik. Sağ Hacı, olun. xüsusi bir tövsiyəniz varsa buyurardınız. Verilişimizin vaxtına az qalıb, inşallah tamamlayaq. Allah razı olsun. Mən də təşəkkür edirəm sizə bu gözəl suallara görə. İnşallah nəsib olsun bütün Ramazan boyu xalqımızın xidmətində dayana bilək. Xüsusi tövsiyə olaraq Ramazan ayı Quranın bəharıdır. Nə gözəl olar ki, bu ayda çoxlu Quran tilavət olunsun, Quran oxunsun. Xüsusilə Qədir surəsi xüsusi vurğulanır bu ayda oxumaq. Və çoxlu hətta olar ki, ərəbcədən Quran oxuya bilmirlər. Yaxşı olar ki, onlar Qədir surəsini əzbərləsinlər, əzbərdən oxusunlar Allahın izni ilə. Və Hacı, Quran oxuya bilməyənlər neynəsin? Quran oxuya bilməyənlər zikr eləsinlər. Bizim dildə ərəb Bəli. Quran bizim hərflərlə ərəb Quran mətninə qiraətinə yazılan qulaq assınlar. mütləq Quran qiraətinə qulaq assınlar və həmçinin hətta Quran təfsiri, Quran tərcüməsi gözəl olar ki, agahlıqla, elmlə, bəsirətlə bu ayda məşğul olsunlar. Ən önəmli məsələlərdən. İnşallah Allah nəsib eləsin Amin cümlə inşallah, müsəlmanlara. cümləmizə. Allah razı olsun Hacı. Sağ Çox olun, sağ olun. Hacı. Təşəkkür Var edirik. olun. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona çatır. İnşallah gələn görüşlərə qədər sağ-salamat qalın.